Səni göndərdik Türkiyə. Ki sağalıp gələsin. Getdin oradan geldin dedin ki her şey yaxşıdır. İndi nə cür oldu ki bəs burada belə? Ha? Səhv olub, Heydər mən. İndi 2-3-4 gündür, indi nisbətən özünü yaxşı hiss edirəm. Demək, o səhv düzəldi. Belə möhkəm işləyəcəksiniz və öz yerinizdə həmişə möhkəm duracaqsınız. Çox sağ ol. Allah sizdən razı olsun. Mən sizə öz hörmət ehtiramımı bildirirəm. Onda mən Moskvada da deyildim, Moskvadan kənarda xəstə idim, sanatoriyadaydım, Barvilla sanatoriyasındaydım. Akşam ki bunu eşitdim, gecə ilə gəldim Moskvaya. Gəldim evə, uşaqlarım, oğlum, İlham, qızım Sevil, dedim ki, mən gedirəm ora. Bunlar bildilər ki, bu təhlükəlidir mənim üçün və mənim ətrafımda olan vəziyyəti də bunlar bilirdilər. Oğlum dedi, yox, mən də gedirəm. Hətta qızım uşaqlarını qoydu evə, dedi ki, mən də gedirəm. Yaxşı ki, o vaxt kimsə onu lent alıb da, o lent var orada. Mən gəlirəm oğlumla, qızımla və gəldim orada. Sözümü də dedim, münasibətimi də bildirdim. Bizim bu belə çox görkəmli şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, müğənnilərimiz haqqında düşünəndə deyirdim, bəzən mən əvvəllər belə fikirləşirdim ki, görəsən bu gedəndən sonra kim olacaq, biz bunsuz qalacağıq. Amma sonra fikirləşdim, sonra da gördüm ki, yox, yer boş qalmır. O gedən gedir, amma yenisi də yaranır. Başqa ruhda gəlir. Başqa ruhda yaranır. Bəlkə, məsələ, bülbül kimisi olmayacaqdır. Amma bülbülün yerini verən O bir Zeynalov var. bəli, Azər. Nə gözəl oxuyur, Gözəl. ilahi, Bəli. şirin Bəli. müğənnidir. Bəli, məsələ, Rəşid Beybutovu mən çox sevirdim. Bəli. Rəşid Beybutov yaşlaşdıqca mən daimi belə narahat olurdum ki, kim Rəşid Beybutovun yerini tutacaqdır? İndi baxıram, Azər Zeynalov. Bəli, bəli. Gözəl. Elədir. Gözəl.